Harda qalmışdıq? İndi izah eləyəcəm Goodwill-i. Okey, deməli belə. Hamı buradadır. Yox. Əla. Deməli, ötən dərs nədən danışmışdıq? Danışmışdıq konsolidasiya terminindən. Konsolidasiya nədir? Sualına cavab. Konsolidasiya iki və ya daha çox müəssisənin mali hesabatlarının birləşdirmə prosesinin adıdır. Bəs yaxşı, biz hər qarşımıza çıxan iki şirkətin hesabatını birləşdirməliyikmi? Cavab, xeyr. Bu müəssisələr arasında mütləq parent-subsidiary münasibətlər olmalıdır. Yəni, ana müəssisə və törəmə müəssisə münasibətlər olmalıdır. Qısacası, konsolidasiya üçün minimal olaraq bir dənə törəmə müəssisə lazımdır. Hansı ki, onun termin adı subsidiary'dir. Subsidiary və parent. Subsidiary kontrol edilən, parent kontrol edən. Yəni, bir müəssisə digərini kontrol edirsə, deməli, ortada parent-subsidiary münasibətləri var. Bu, hüquqi status demək deyil, yoldaşlar. Nəyi nəzərdə tuturam? Yəni, bir müəssisə digərini kontrol edirsə, bunların hüquqi adları dəyişmir. Yəni, ana müəssisə gedib adını notariusda parent company deyə dəyişmir. Onsuz da onların arasında bir kontrol münasibətlərini tənzimləyən bir hüquqi bir sənəd olur. Səhm, müqavilə və s. Kontrolun göstəricilərini ötən dərs baxmışdıq. Məsələn, bir müəssisə digərini o vaxt kontrol eləmiş sayıla bilər ki, kontrol etdiyimizi iddia elədiyimiz şirkətdə Board of Director'un, məsələn, 8 nəfərdən 7-sini biz təyin edirik və ya oradan remove eləyə bilərik. Deməli, şirkətdə kontrol haqqımız var. Başqa nümunə verək. Şirkətin səsvermə haqqı olan səhmlərindən 51 və daha çoxu bizdədir və ya daha çoxu bizdədir. Yəni, şirkət səsvermə elan eləyəndə səhmdarları yığıncağında mən 51%-dən çox paya sahibəm. Yəni, mən nə desəm o olacaq. İstisna hallarımız var idi. Müqavilə və ya hər hansısa bir digər formada 51%-dən az olmağına baxmayaraq bizim kontrolumuz ola bilərdi. Ola bilər ki, müqavilə əsasında bizə şirkətdə söz sahibliyi ötürülüb. Bu da kontrolun göstəricisi sayıla bilir. Kontrol varsa törəmə müəssisə var. Törəmə müəssisə varsa konsolidasiya aparılmalıdır. Konsolidasiyanı kim aparır sualına cavab? Parent, yəni ana müəssisə. Niyə aparır? İki şirkətin datalarını bir yerdə görmək üçün. Konsolidasiyadan əvvəl ana müəssisə öz hesabatını hazırlayır, vergisini verir və s. Törəmə müəssisə öz hesabatını hazırlayır, individual hesabatını, o da vergisini verir, hesablarını göstərir. Konsolidasiya hesabatı bu iki dənə individual, iki və ya daha çox, ikidən çox da ola bilər. Bu müəssisələrin individual hesabatlarından götürülmüş datalardan yaranmış üçüncü bir məfhumdur. Yəni, konsolidasiya eləmək individual hesabatlara təsir etmək deyil. İndividuallarda olan datalardan məlumat götürüb hazırlamaqdır. Yəni, konsolidasiya eləyəndə biz demirik ki, gedib individual hesabatları dəyişdik. Yox, oradan dataları götürdük. Bəs məqsədimiz nə idi? Məqsədimiz bu iki və ya daha çox şirkət. Məsələn, bir dənə şirkət var, bunun 3 dənə törəmə müəssisəsi var. Yəni, 3 dənə kontrol elədiyi müəssisə var. Bunlar dördü də bir yerdə adlanır qrup şirkətləri. Konsolidə eləməyimizin məqsədi qrup şirkətlərinin vəhdət halında bir yerdə performansını, pozisiyasını və s. görməkdir. Yəni, onların bir yerdə rəqəmlərini görməkdir. Konsolidasiyanı ona görə eləyirik ki, görəsən bu qrup şirkətləri bütövlükdə nə qədər dəyər yaradır? Bəzi hallarda ola bilər ki, şirkətlər bir-birinə mal alıb satır. Ola bilər ki, şirkətlərin birinin işçisi digərindədir. Xidmət göstərir bir o birisinə. Ola bilər ki, birinin əmlakı digərinə icarəyə verilib. Biri digərinə kredit verib.
birində gəlir, digərində xərc kimi görsənir. Ola bilər ki, biri digərinə dividend verib, birinin bölüşdürülməmiş mənfəəti azalıb, digərinin mənfəəti yüksəlib. Mən bu kimi qrup daxili əməliyyatlardan yaxa qurtarmaq üçün individual hesabatda olan, amma qrup daxili sayılmayan bütün rəqəmləri üst-üstə gəlirəm. Nə deməkdir, yoldaşlar? Yəni, əgər qrup şirkətləri biri-biri ilə bu və ya digər adda hər hansısa bir formada əməliyyat eləyibsə və bu əməliyyat hesabatlarda, individual hesabatda göründüyü üçün konsolidə olunmuş hesabatda əks edilməməlidir. Səbəb, çünki qrup şirkətləri bir-birindən nəsə qazanırsa, bunun yekun səhmdara heç bir faydası yoxdur. Səhmdar da deyir ki, bax, siz 4 dənə şirkətsiniz, bir-birinizdən mal alıb satıb, burada mənim investisiya qərarımı yanıldırsınız. Yəni, sanki şirkətlərin hamısı, yəni, küllü miqdarda qazanc qazanıb. Əslində, baxırıq ki, burada qazanan tərəf cəmisi bir nəfərdir. Ona görə də qrup daxili olan əməliyyatlar konsolidə olunmuş hesabatlardan təmizlənməlidir. Qrup daxili əməliyyatlarda nəyi nəzərdə tuturuq? Parent və subsidiary arasında olan bir-birinə axın fərq eləməz kim kimə mal alıb, kim kimdən mal alıb və ya kim kimə mal satıb. Tək bu mal alqı-satqısı deyil, ay yoldaşlar. Yatırımlar da nəzərə alınır. Bütün bu tip əməliyyatlar hesabatlardan çıxarılmalıdır. İstisnasız. Yalnız qrupun kənar tərəflərlə olan münasibətləri görünməlidir. Konsolidasiyanın məğzi, məntiqi bundan ibarətdir. Konsolidasiyaya başlamamışdan, daha doğrusu konsolidasiyaya giriş olaraq biz ilk tanış olacağıq goodwill anlayışı ilə. Goodwill termini nədir sualına cavab? Goodwill biznesin daxildən yaratdığı, individual hesabatlarda görmədiyi qeyri-maddi bir aktivdir. Və bu goodwill alqı-satqı zamanı alan müəssisə tərəfindən müəyyən edilir, yəni dəyərini ödəyəndə müəyyən edilir və bundan sonra yalnız konsolidə edilmiş maliyyə hesabatında göstərilə bilir. Yəni bizdən soruşsalar goodwill nədir? Qısa cavab verəcəyik ki, şirkət alınan zaman onun xalis aktivindən artıq ödənilən hissə. Bu nə deməkdir, yoldaşlar? Şirkət illərdir reputasiya qazanıb, müştəri bazası toplayıb, yaxşı əlində, məsələn, deyək, geyim firmasıdır, əlində yaxşı geyim dizaynları var, müştərilərin yanında keyfiyyəti ilə tanınır. Bunların hamısı alqı-satqı zamanı onun alış və ya satış qiyməti kimi desək, bu dəyərə təsir eləyir. Şirkət də deyir ki, axı mən özüm də fərqindəyəm, satılan şirkət. Özüm də fərqindəyəm ki, mənim bazar qiymətim hesabatda gördüyüm qədər deyil. Yəni, mən açıb hesabatı baxıram, görürəm ki, məsələn, bu şirkətin aktivləri, yoldaşlar, sual-cavaba sonda vaxt ayıracam. Aktivləri deyək ki, 4000 manatdır. Öhdəliyi və kapitalına baxsaq, öhdəliyi 2500, kapitalı 1500, yəni equity-si. Bu o deməkdir ki, bu biznesi alan müəssisə, yəni investor, bu şirkətin xalis aktivlərinə sahib olacaq. Niyə? Çünki kapital bərabər idi asset minus liability və demişdik ki, kapital və ya equity biznes sahibinin biznesdə olan porsiyasını göstərir. Yəni, bu biznesi alan adam 4000-lik aktivə baxanda gözündə canlanır ki, nə vaxtsa bu biznes likvidasiyaya getsə, buradan mənə 1500 çatacaq. Yəni, bu biznesdə mənim payım 1500-dür. Ona görə də bu şirkətə 1500 vermək istəyirəm. Gəlir alınan şirkətin yanına. Deyir ki, bax, mən sənin hesabatını açdım, baxdım, orada cəmsi 1500-lük equity var idi. Satılan şirkət də deyir ki, sən 1500 görürsən orada. Sənin orada gördüyün məsələn, mebellərdir, binadır, tikilidir, alacaqlardır, avadanlıqlardır və s. Amma sənin orada görmədiyin bəzi elementlər də var. Sən görmürsən mənim işçilərimin bir-birindən xoş ünsiyyətini, hansı ki, bu da əlavə dəyər yaradır. Sən görmürsən mənim bazarda olan reputasiyamı,
Onu hesabatda göstərə bilmirəm. Sən görmürsən mənim müştəri bazamı. Bunların hamısını mən hesabatda yaza bilməmişəm. Səbəb, çünki bu internally generated olub və reliable measurement olmayıb. Yəni mən ölçə bilməmişəm ki, görəsən mənim müştərilərin yanında hörmətim, reputasiyam nə qədərdir? Buna bir dəyər biçim hesabata yazım. Mən bunu yalnız alqı-satqı zamanı bildim. Ki, səndə mən bazarda o qədər reputasiyam var idi ki, alan adam gəlib mənə filan qədər artıq ödəməyə hazır oldu. Və yaxud da mənim müştəri bazam alıcısını tapmamış, mən ona dəyər biçə bilmirəm. Mən deyə bilmirəm ki, mənim müştərilərim, məsələn, deyək ki, standart 500 dənə standart müştərim var. Onlar həmişə olmazsa olmaz gəlir. Bu kimi dataları mən reliable measure eləyə bilmirəm. Internally generateddir. Ona görə də onu individual hesabatımda tanıya bilmirdim. Bunu satılan şirkət deyir. Alan şirkət də deyir ki, gəlin də ortada bir dəyər biçək buna. Hesabatda 1500 görürük. Amma mən düşünürəm ki, sənin kimi bir şirkətə şərti deyək, ümumilikdə 6800 verməyə dəyər. Deməli, satılan şirkət artıq fərqinə varır ki, sən demə, mənim o qədər yaxşı reputasiyam, goodwillim var imiş ki, mənim xalis aktivim 1500 olsa belə, mənə 6800 pul ödəndi. Deməli, mənim reputasiyam, müştəri bazam, işçilərimin bir-birinə xoş ünsiyyəti və s. bunlar 5300-lük goodwill imiş. Hansı ki, bunu individual hesabatda görə bilmirdim. Baxın, goodwillin məntiqi budur, yoldaşlar. Goodwill nədir soruşsalar yenə deyək, şirkətin, satılan şirkətin alqı-satqı zamanı xalis aktivindən artıq ödənilən hissə. Xalis aktiv nə qədər idi? 4000 çıxılsın 2500, yəni 1500. Nə qədər ödədiyi? 6800. Artıq ödənilən nə qədərdir? 5300. Bu 5300 goodwill-dir. Goodwill yalnız konsolidə edilmiş hesabatda görünür. İndividual hesabatda nə alan, nə satan goodwill görməz. Goodwill konsolidə olunmuş hesabatda intangible, yəni qeyri-maddi aktivlər bölməsində görünür. Qeyri-maddi aktiv olduğuna görə onun xarakteristikalarının bir hissəsini üzərinə götürür, amma bəzilərini götürə bilmir. Intangible assetdir, amma intangible asset kimi amortize oluna bilmir. Səbəb, biz hansı elementi amortize eləyirdik? Useful life-ı definite olan, bilinən olan. Mən nə bilim ki, mənim müştərilərin yanında reputasiyamın istifadə müddəti nə qədərdir? Bu bir gün içində korlana bilər. Deməli, goodwillin definite useful life olmadığına görə biz onu amortize eləmirik. Bəs nə edirik? Impairment review eləyirik. Və standart bizdən tələb eləyir ki, istənilən halda hər il goodwillini impairment test eləməlisən. Bizim sillabusun mövzusu deyil, məlumat olaraq verirəm. Impairment test eləmək nədir? Qiymətləndir görək, müştərinin yanında reputasiyan düşməyib ki. Məsələn, bayaq dediyim o geyim firması hər hansısa bir müştəriyə mal satıb, parça keyfiyyətsiz olub, nə bilim, bir dəfə müştəri paltarı yuyub və istədiyi paltar deməli, deformasiya olub. Artıq mediada bizim haqqımızda mənfi xəbərlər yayılıb. Mənim müştərilərin yanında reputasiyam korlandı. Deməli, bu biznesi alan müəssisə, yəni ana şirkət, konsolidə eləyəndə goodwillin korlanıb korlanmadığını hər il test eləməlidir ki, görüm, mən əlavə 5300 pul vermişdim buna, çünki reputasiyası var idi. Görüm, o reputasiya hələ də yerindədirmi? Əgər reputasiya azalıbsa, goodwillin impairmenti deyə bir xərc tanıyıb, konsolidə olunmuş hesabatda özümdə xərc göstərirəm. Yenə deyirəm, yoldaşlar, syllabusumuzun mövzusu deyil. Goodwill necə hesablanır sualına cavab. Goodwill, qısa desək, transfer olunan alqı-satqı dəyəri çıxılsın alınan şirkətin xalis aktivləri. Nə deməkdir, yoldaşlar? Əgər bir müəssisə, bir şirkət alınanda, təsəvvür eləyək ki, iki şirkət alıb bunu. Ortada bir müəssisə var idi. Gəlin bunu vizual göstərim.
Ortada bir S müəssisəsi var. Bunu iki nəfər alıb. Bir parent, P company, bir də N company. Şirkətin bütövlükdə 75%-i biz almışıq. 25%-ni də başqası alıb. Mən, yəni parent, bu şirkəti alanda şərti deyək 10.000 ödədim. N, yoldaşlar, bunun davamını da yazıram. NCI, Non-Controlling Interest, yəni kontrol olunmayan hissə. Bu termin adıdır, yoldaşlar. Şirkətdə mənim sahib olmadığım paya verdiyim termin adıdır. Şirkətin 100%lik səhmi var idi. 75%-ni mən almışam, 25-ini başqası alıb. Bu ola bilər ki, 50 49-a dolardır. Fərq eləmir. NCI, yəni digər müəssisə də bu şirkəti alanda, məsələn deyək, ödəyib 3000. Yoldaşlar, şərt deyil ha, bunlar proporsional olsun. Yəni 75% 10.000 idisə görən 25% neçə min idi? Belə bir bölgü aparmırıq. Yaxşı, hər birinin datası ayrı-ayrı ola bilər. Təsadüfən üst-üstə düşə bilər, o demək deyil ki, belədir. Deməli, bu şirkət alınması üçün tərəflər cəmi 13.000 pul veriblər. Bəs alınan şirkətin nəyi var idi? Net asseti. Net asset nədir? Kapital, equity. Equity-nin tərkibi hissələri hansıdır? Share capital, share premium, revaluation surplus, retained earnings. Yəni alınan şirkətin xalis aktivlərinin ədalətli dəyəri, yəni fair value-su nə idisə, şərti deyək, net asseti, nə bilim, 6200 idi. Deməli, biz həm parent, həm NCI törəmə müəssisənin xalis aktivi olan 6200-lik bir şey almaq üçün 13.000 pul ödədi. Deməli, bu şirkətin goodwilli 6800 imiş. Yəni, bu şirkətin o qədər yaxşı reputasiyası var idi ki, ikimiz bir yerdə birləşdik, 6200 dəyəri olan bir şirkət üçün, xalis dəyəri olan bir şirkət üçün 13.000 vəsait transfer elədik. Yoldaşlar, vəsait transfer deyəndə tək pul nəzərdə tutmuram. Gəlin bir nümunəyə baxaq, tam aydın olsun bizim üçün. Belə bir situasiya təsəvvür eləyin, yoldaşlar. İki dənə müəssisədir. Parent və NCI, Non-Controlling Interest. Bu müəssisələr birləşib törəmə müəssisəni, yəni subsidiarini almağı düşünürlər. Bu şirkətin, yəni alınacaq olan şirkətin, acquisition sözünü burada mən niyə yazmışam bilmirəm. Alınacaq olan şirkətin alqı-satqı tarixində gəlin görək nələri var idi. Biraz bunu kiçildək. Biraz da belə. Aha. Deməli, yoldaşlar, parent company və NCI törəmə müəssisəni almaq istəyirlər. Nə vaxt? 1 yanvar 2023 tarixində. Və həmən tarixdə, başqa sözlə, alqı-satqı tarixində subsidiary, yəni alınan müəssisənin kapital strukturu bu formada idi. Share capital var idi, hər biri 1 dollardan olmaqla 100 ədəd. Share premiumu var idi, 500. Retained earnings'i var idi, 5000. Revaluation reserve var idi, 600. Digər rezervlər var idi, 60.
Bütövlükdə bu rəqəmlər hamısı bir yerdə törəmə müəssisənin equity-sidir. Yəni xalis aktivləridir, net assetidir. Və burada 6200-lük net asset var. Bu 6200 net asseti almaq üçün parent kompaniya nə təklif elədi? Alış tarixində dedi ki, mən şirkətin 80%-ni alıram və bu 80% üçün nə ödəməyə hazıram? 1. Nəqd pul 5500. 2. Share for share exchange. Nə deməkdir bu? Share for share exchange odur ki, yoldaşlar. Parent törəmə müəssisədən aldığı hər səhm üçün özündən səhm verir. Nümunədə belə veririk. Baxın. 3 shares for every one. Yəni 100 dənə səhmin, hardan bildik 100-dür? Əgər share capital 100 dollardırsa və hər biri 1 dollardandırsa, 100 dollar bölünsün 1 dollar. 100 dənə səhm var. 100 dənə səhmin 80%-ni mən almışam. Yəni 80 dənə. Hər bir dənə üçün özümdən 3 dənə səhm verirəm. Başqa sözlə, həmən şirkətdən onların səhmini almaq üçün 240 dənə səhm verdim. 240-ı hardan aldım? 100 bölündü 1 vuruldu 3, onu da 80%. Və yaxud da 100 vurulsun 80%, vurulsun 3, bölünsün 1. 240 dənə səhm verdim. Hansı ki, ona verdiyim səhmləri ona verməyib satsaydım 1-3 dollardan bazarda pul eləyərdi. Yəni mən texniki olaraq 240 vurulsun 4 dollar qədər ona dəyər transferləmişəm. Plus üstündə də pul vermişəm. Yəni o şirkətə demişəm ki, sən mənə 80 dənə səhmini ver, mən sənə özümdən 240 dənə səhm verəcəm. Plus qarşılığında bir əlavə pul da verəcəm. Qarşılığında yox, əlavə. Yəni mən səhmi almaq üçün 2 şey verdim. Bir pul verdim, 5500 manat. 2, özümdən 240 dənə səhm verdim. 240 dənə səhmi ona verməyib bazarda satsaydım biri 4 dollar idi. Yəni 960 dollar da buradan. Bütövlükdə mən ona nə qədər transfer elədim soruşsalar, cavab bu ikisinin cəmi qədər. Yəni 6460. Hardan aldım? Bu ikisini cəmlədim. Bəs NCI nə qədər verdi? Testlərdə öz verəcək yoldaşlar sizə. Təsəvvür eləyək ki, NCI geri qalan 20% səhmləri almaq üçün 180 manat pul verib. 180-i təsadüfən yazmışam özümdən. Hər hansısa bir hesablaması yoxdur. Yəqin ki, burada hesablamaya dayanır. Bir dənə baxım. Hə, bir dənəsini 9 dollardan alıb. 9-u yoldaşlar özümdən yazmışam amma hər hansısa bir dataya əsaslanmır. Baxın, burada yazıb, görürsünüz. Deməli, biz ikimiz, yəni mən və parent, daha doğrusu NCI, gedirik şirkət almağa. NCI-dən soruşuram, sən nə verəcəksən? Deyir ki, 20 dənə səhm alıram, birini 9 dollardan razılaşmışam. Deyirəm, yaxşı, 180 sən verirsən. O məndən soruşur, sən nə verəcəksən? Deyirəm, pul verəcəm, plus da üstündə səhm verəcəm. Soruşur, səhmin bir dənəsini neçəyədir? Deyirəm, 4 dollar. Deyir, sən 5500 pul verirsən, 960-lıqda səhm verirsən. Yəni, sanki barter eləyirsən. Deməli, sənin də verdiyin hissə 5000, daha doğrusu 6460-dır. Bütövlükdə ikimiz bir yerdə 6640 qədər pul verdik. Baxın burada. Yəni 180 ilə cəmlədik bu ikisini. Oldu 6640. Bu pulu nəyə qarşılıq vermişik? Xalis aktiv olan 6260-a qarşılıq. Deməli, şirkətin alış tarixində dəyəri 380 qədər daha çox imiş ki, biz daha çoxunu verməyə hazır olduq. Bax, həmən goodwill buradadır. Bizdən imtahanda soruşsalar, goodwillin formulası nədir?
Cavab fair value of consideration transfer. Yəni ana müəssisənin transferlədiyi məbləğ. Amma yoldaşlar, formulanı öyrənəndə xahiş edirəm bunu xüsusilə vurğulayırıq. At acquisition date, alqı-satqı tarixi məsələsinə mütləq fokuslanaq. Əgər onu deməsəz, sual-cavab vaxtı deyəcəm ki, formulamız səhvdir. Yaxşı, nəzərimizdə olsun. At acquisition date termini mütləqdir. Niyə? Çünki alqı-satqı zamanı ortaya çıxır bu anlayış. Testləri işləyəndə tam aydın olacaq bizə, niyə bu qədər bunun üzərində dayanırıq. Alqı-satqı zamanı hissəsini mütləq şəkildə qeyd edirik. Fair value of consideration transfer, yəni mənim ödədiyim hissə, üstünə gəlirəm fair value of NCI at acquisition, yəni alınan müəssisənin, deməli, digər tərəfin ödədiyi hissə, məbləğ, hansı ki, burada 180 manat idi. Çıxılsın fair value of net asset. Kimin net asseti? Törmə müəssisənin nə vaxt? Alqı-satqı tarixində. Aldığım cavab 380 mənim goodwillimdir. Goodwill, yenə təkrarlayaq, yalnız consolidated financial statementdə intangible asset kimi görünər. Goodwill individual hesabatda tanınmaz. Vəssalam. Bu da bizim goodwill anlayışımız. Yaxşı xəbər nədir yoldaşlar? İmtahanda %95% ehtimalla goodwill-ə aid sual var.